Selamun Aleyküm. Rayonda demək olar ki, analogu, hətta atalogu olmayan bir dənə ev. Balakən rayonunun mərkəzindən cəmi 5 dəqiqə də çəkmir, 3-4 dəqiqə məsafədə İstiqlal küçəsində qəşəng, super, əla vəzdə həyət evimiz satışa çıxarılıbdır. 10 sotdan ibarətdir. Yəni, mən bilmirəm, yadda qalacaq yoxsa yox. Yəni, evdə bir ambar şey var. Qarşısından şəhər marşrutları keçir, gördüyünüz kimi. Evin dörd bir tərəfi hasarlıdır. Evin dörd bir tərəfi kamera sistemindən təchiz olunubdur, gördüyünüz kimi. Amerikaya getdiniz, telefondan hər yerə baxırsınız. Girişində belə qəşəng, bahalı dəmir qapılar. Baxın, belə palma ağacı necə lazımdır. Çöldən əlaqə üçün mikrofon, gördüyünüz kimi, qonaq gələndə. Və ən əsası, belə də göstərim, avtomobillərin zaryadka yığması üçün elektroşarj, BYD və ya Çanqan sürən qardaşlarımız var. Evin də, baxın, həyəti belədir. Çox gözəl, əla vəziyyətdədir. Gecə işıqlandırma sistemi ilə təchiz olunub. Gecə lampaları, baxın, belə göstərim. Görün, super vəziyyətdə, işıqları ilə zaddan. Otaq ümumi 10 sotdur. Mən bir şey demək istəyirəm inşallah. Yayda oturmaq üçün bir mətbəxi var. Qışda oturmaq üçün bir dənə mətbəxi var. Evdə 99% əşyalar qalacaq. Kondisionerlər qalacaq. Buradan da belə göstərib, bir dənə sürprizə gələcəm inşallah. Bax, bura yay üçündür. Bura, bax. Burada qış üçündür. Evdə qabaqdadır. Evin videosunu göstərəcəm inşallah. Baxın, evin ümumi bir dənə buradan da bir dənə göstərim. Gözəlliyə baxın, həqiqətən də evə qəşəng xərc qoyulub. Çox ucuza verilir, çox ucuza. Bu da yayda oturmaq üçün, qəşəng samavar çayı içmək üçün, baxın, qəşəng belə besetkası, qəşəng taxtadan istifadə olunubdur. Belə göstərim. Yenə deyirəm ki, evdə 99% əşyalar qalacaq. Kaçelyanı qardaşa deyərəm ki, pay eləsin. Keçirəm digər yerlərdə inşallah. Bir dənə sürprizim var. Yığdırmayın. Yığdırsa sürprizi görə bilməyəcəksiniz. Tam şəkildə baxın. Həyət doğrudan idealdır. O qabaqda əlavə bir dənə həyətdə sanitar qovşağı mövcuddur. Gördüyünüz kimi sanitar qovşağı. Bura avtomobillərinizi yan-yana düzürsünüz. Normal vəziyyətdə Keşka 07, 06, Moskviç sat. Nə sürürsünüzsə, baxın belə. Göstərim. Bu evdir. Evin içi ideal vəziyyətdədir. Evdə 4-5 dənə otaq var. Hamısında mebelləri mövcuddur. Belə göstərim. Baxın, yenə deyirəm. Ən əsası, baxın, bura navesin tavanına baxın. Spot işıqlarla təchiz olunubdur. Yeni maya qoyulubdur. Gördüyünüz kimi. Keçək digər yerlərə. Bu da navesi. Əlavə olaraq evin girişi buradandır. Mətbəx tərəfdən də girmək olur. Baxın belə. Ən əsası, baxın nə göstərim. Görürsünüz, əlavə də qaldırılıbdır. Sizə deyər ki, qonşunun pəncərəsi mənə düşür. Düşməyəcək. Baxın. Əla vəziyyətdə. Qonşu da sizin həyətinizi görmür və gəldik sürprizə. Baxın bura. Qəşəng su basenisi mövcuddur. Su hövzəsi. Burada qəşəng buranı doldurub nə edə bilərsiniz? Uşaqlarınızın səmərəli istirahət edə bilməsi üçün su havuzu və ən əsası burada da su basenisi var. Su buz kimi olur. Həqiqətən sərin qalır. Çünki dərində olduğuna görə. Baxın. Bura investisiyadır. Nədir bilirsinizmi? Buranı otel kimi istifadə eləmək olar. Gündəlik qonaqlara kirayə vermək üçün aylıq da verilməsi mümkündür. Dediyimiz kimi içində bütün kondisionerlər, mətbəx mebelləri, yataq otağı mebelləri, hər bir şey qalacaq necə lazımdır. Bura kombi otağıdır. Gördüyünüz kimi paylama ağacları. Girişdə qəşəng letni mətbəxdir. Hər şey qalacaq. Sonra yenə girişdə həmçinin qışda istifadə etmək üçün qəşəng geniş salon və mətbəx Evrostildə dizayn olunub. Bu görünən bütün əşyalar, kondisionerlər qalacaq. Qəşəng, baxın, geniş mətbəxdir. Geniş, çox geniş. Televizorlar, zadlar, baxın, hamısı qalacaq. Evin dörd bir tərəfi də kamera müşahidədir, göründüyü kimi. Bura girişdə bir dənə qəşəng, yenə həmçinin zal, qəşəng dekorasiyası. Burada həmçinin geniş bir dənə zaldır. Bax, çox sərgəli. Bu, demək olar ki, hər şey qalacaq. Solda yataq otağıdır. Spalni. Solda həmçinin bir dənə yataq otağıdır. Qəşəng, özə Malazya mebelidir deyəsən bu bahalısından. Belə göstərim. Konserlər var hər bir otaqda. Buradan da yenə bayaq çıxış var həyətə, həmişə kimi. Burada
Sanitar qovşağı və sanuzeli göründüyü kimi. Seçirəm indi, həyəti də göstərim inşallah. Ha, burada da otaq var. Otaqlar maşallah boldur. Deyim, həyət də göstərim.